dənə belə qadından da hardan. Məsələn, onu bugünə qədər niyə hansısa restoran, kafe, mağaza, dükan, hansısa bir nə bilim tekstil, nə bilim kababçı niyə çağırmırdı? Sizcə onların biri bir gün o tanınmamışdan qabaq, bir gün onun qapısını döyüb ona yeməyini verib kababını deyərdimi ki, ala qaqaş, bu çörəyi sən ye. Ehtiyacı olan, populyarlaşmayan, hələ gündəmdə olmayan, evində oturub imdad diləyən insanların qapısını döyür. Qapısına qədər gedir. Və Elnarə onu düz söylüyor ki, fikrim məndədir. Elnarə bir balaca populyarlaşan kimi, efirdən də uğur qazanan kimi hamı istədi ki, ona kömək eləsin. Amma sonra o narazılıq, o inciklik yaranıb gedəndən sonra hamı çəkildi kənara. Demək ki, bu həqiqətən kömək idimi? Yoxsa Zaur Baxşəliyevə xoş olsun, bizimlə sən komandasına xoş olsun deyilən, atılan addım idi mi?